yeni paketin maraqlı epizodları da var. Məsələn, Kennedy qətlə yetiriləndən dərhal sonra ABŞ-ın Avstraliyadakı səfirliyinə Polşalı sürücü kimi təqdim olunan bir nəfər zəng edib, sui-qəsdin SSR tərəfindən maliyyələşdiyini və baş üçün $100.000 mükafat qoyulduğunu deyib. McKay'nin Melbourne'dakı rəhbəri zəngidəni axtarsa da, həmin şəxsin psixi xəstə olduğu ortaya çıxıb. Bununla belə, Avstraliya Təhlükəsizlik Xidmətinin başçısı Sir Charles Spree McKay'dən bu araşdırmanın məxfi saxlanmasını xahiş etmişdi. Həmin fakt yalnız indi açıqlanıb. Eyni şəkildə KGB-dən qaçaraq 1961-64-cü illərdə MK-yə işləyən Sovet casusu Anatoli Golitsinin müsahibəsi də indi üzə çıxıb. Golitsin MK-ni köhnəlmiş xidmət adlandırır və qeyd edir ki, KGB ilə mübarizədə uduzur.